Həkim nə deyir? Həkim nə deyir verilişimizdə biz ölkəmizin tanınan, peşəkar, savadlı həkimlərini birgə tanıyacağıq və onların həyat və peşə fəaliyyətinə birgə nəzər salacağıq. Qeyd edim ki, verilişimizin baş sponsoru Kraton Klinikdir. Verilişimizin qonağı da Kraton Klinikasının həkimi, nevroloq, manuel terapevt Tural Məhərrəmoğlu. Doktor, xoş gəlmisiniz. Xoş gördük. Bizim tamaşaçılarımız sizi daha da yaxından tanısın. Bir balaca keçmişə gedəcəyik, uşaqlığınıza qayıdacağıq. Bizə özünüzü necə tanıdardınız? 1981-ci ildə Cəlilabad rayonundan anadan olmuşam. Əslən Ural deyilik. Atam, anam müəllim olub. O vaxtı Sovet sistemində təyinatla yönləndirmə var imiş. Bir neçə il orada çalışıblar. Müəllim ailəsində doğulmuşam. Uşaqlığımız çətin dövrə rast gəldi. Çörək növbəsində durduğum yadıma gəlir. Hamımızda olub. Səhər tez, daha erkən 5-də, 6-da qalxıb gedib çörək növbəsinə dayanırdıq. Çörək alıb gəlirdik evə. Tez səhər yeməyimizi yeyib məktəbə. Təhsilimi çox ətraflı olaraq desəm, çox çətin bir dönəmdən keçdi. Keçid dövrü idi bəli. Məktəbdə xüsusilə isitmə sistemi yox idi. Biz həmin deməli isitmə sistemini odun növbəsinə durardıq. Xüsusi maşınlarla odun gətirərdilər. Sinif növbətçisi olardı. Sinif növbətçisi həmin odun işinə baxardı. Daimi odun peçinin içinə odun gətirməli idilər. Eyni şey evə də aid idi. Yəni bəzən biz əl arabasını götürüb meşədən odun yığmağa gedərdik. Bəzən ağ neft yandırma məhsulu olaraq istifadə edirdik çox tez-tez. Onu belə növbə ilə alırdıq. Mənim üçün uşaqlığımda ən böyük çətin anlardan biri həmin ağ nefti alanda orada da növbə dururduq. Bu Muravey deyilən motosikletlər var idi. Ora 200 litrlik yekə boçkalar var idi. Həmin boçkaları aparırdıq Muraveyin arxasında. Orada ağ neftlə doldururdular. Mən də uşaq idim. Ən böyük problem olurdu ki, bunu necə düşürdəcəm yerə? 200 litrlik bir boçkanı Muraveydən aşağı endirmək lazımdır və Neçə yaşınız var idi? Hardasa 11-12. 11-12 yaşlar, 10 yaşım. Yəni özümə dəfələrlə ağrı idi də kütləsi. Evet. Plus da Onurğanız ağrıyırdı onda? yox, onda onurğam ağrımırdı. Üstündən maşından elə düşürməli ki, iyi gəlməsin. Çünki o ağ neftin iyi olur da, belə tökülür boçkaların üstünə. Onun axırda bir yöntemini tapmışdım. Xüsusi bura sağa sola oynada aşağı hissəsindən o boçkanı endirirdim aşağı. Heyvandarlıqla da məşğul oldu paralel olaraq. Su quşları saxlayırdıq. Ən böyük çətin anlardan biri də axşam vaxtı su quşlarını, bu qazlarımız var idi. Evimizin qarşı tərəfində göl və çay olardı. Bəzən olurdu ki, onlar gəlmirdilər. Qalırdı suyun içərisinə. Onlar suyun içindən gölün ortasından çıxartmaq ən böyük problem idi mənim üçün. Çünki böyük göl idi. Nəsə heyvan hürküdürdü onları və onlar gölün düz mərkəzində otururdular. İndi onları çıxartmaq lazımdır. Yəni bildiyiniz bütün mümkün o beynin təfəkküründən istifadə edib daş atmaq, taxta atmaq, nə bilim heyvan səsi çıxartmaq ki, bunları hürküdüb bir tərəfə çıxara biləsən. Belə şərtlər içində böyüdük. İçimizdəki o xoşbəxtlik böyüyəndə yaxşı cəmiyyətə yararlı bir peşəyə sahib olmaq eşqi hər zaman var idi. Peşman olmamısınız, geri çəkilməmisiniz, usanmamısınız. Ali təhsil almağa üst tutdunuz və qəbul oldunuz. İlk kimə verdiniz xəbəri? Ki, mən artıq Tibb Universitetinin tələbəsiyəm. Yox, ilk öncə xəbəri mənə verdilər. Jurnallar var idi. Həmin jurnallarda çıxırdı abituriyentlərin adları. Anam mənə gəldi, dedi ki, bəs Azərbaycan Tibb Universitetinə qəbul olmusan. Deyir, ürəyimdə fikirləşdim ki, indi sevinəcəksən, belə o banıb düşəcəksən. Dedim, hə, yaxşı, aydındır. Yəni sevindim, amma o qədər əziyyətli bir yol keçmişdim ki, yəni onun bir bəhrəsi olacağını mütləq düşünürdüm. Elə bilin ki, siz arxayın idiniz. Biraz arxayınçılıq var idi içimdə ki, bu olacaq yəni. Hərdən o illəri düşünəndə fikirləşirəm ki, bəlkə də bunu bir öncədən mənə göstərsəydilər ki, sənə belə bir yol gözləyəcək. Bəlkə də başqa yol seçərdin də. Amma elə bil ki, o içindəki o eşq olur ki, sən böyüyüb mütəxəssis olmalısan. O eşq insana bütün
çətinliklərin öhdəsindən gəlməyə bir stimul verir, bir enerji verir. Zərrə qədər də olsun mən keçmişimlə əlaqədar təəssüflənmirəm ki, mən belə bir keçmiş yaşamışam. Əslində əksinə, yəni daha da ləzzət eləyir mənə ki, belə bir belə bir dövr yaşamışıq, belə bir dövr keçmişik. Bəs necə oldu ki, məhz həkim olmaq istədiniz? Uşaqlıq illərində xüsusi bir ixtisasım olsun deyə düşünürdüm. 9-10-cu siniflərdə oxuyurdum. Nənəm həmişə deyərdi ki, o xroniki xəstəlik vardı. Allah keçən nəzər rəhmət eləsin. Həmişə deyərdi ki, böyüyü həkim ol, məni sağalt. Sanki belə şuur altına. Bütün ailələrdə bu var. Şuur altına sanki yavaş-yavaş yeridirdilər ki, sən həkim olmalısan. Deyərdim qismət, talih, biraz da insanlara kömək etmək hissi var idi içimdə həmişə. Yəni uşaqlıqdan da o hiss olub. Yəqin ki, belə bir stimul oldu bizim həyatımızda, gəldi həkim oldu. Doktor, neçə yaşınızda qərar verdiniz ki, siz həkim olmalısınız? Mən artıq 14 yaşımda qərar vermişdim. 14 yaşında. Mən düşünürəm ki, yəni bu biraz da Allahın talih yoludur. Qismətinizdir. Yəni yazıb ki, öncədən belə olmalıdır. Mən sizə həmişə baxanda da, sizinlə həmişə söhbət edəndə mənə elə gəlir ki, siz hər şeydən arxayınsınız. Belə təəssürat yaradırsınız məndə. Sanki bir arxalıq, rahatlığınız var. Bəli. Bu peşənizdən irəli gəlir, yoxsa xasiyyətinizdən? Yox, nə peşə deyil, nə də xasiyyət deyil. Mən bu dünyanın müvəqqəti olduğunu düşünürəm. Onun arxayınçılığıdır. Yəni zaten narahat olmağa da bir əsas yoxdur. Zaten sıfırdan gəlib sıfırlanacaq hər şey. Yəni onun arxayınçılığı var. Bəs doktor, qibtə elədiyiniz həkimlər, doktorlar, kimə oxşamaq istəyirsiniz? Qibtə eləyirəm köhnə loğmanlara, məsələn İbn Sinaya. Bəli. Adamlar ədəbiyyat olmadan, heç bir önlərində gedən müəllimləri olmadan bir cığır açıblar, bir yol açıblar. Mən elə gəlir ki, bu biraz da vergi ilə bağlı idi. Ola bilər ki, xüsusi istedadları da olub adamlar. Yəni, amma istənilən halda hərdən oturub düşünürəm ki, yəni ədəbiyyat olmadan, avadanlıqlar olmadan adamlar insanları müalicə ediblər. Düzdür, effektivlik ola bilsin bugünkü qədər olmayıb, amma fakt eləyiblər. Əlbəttə, ilkindilər. Olaraq qibtə eləyirəm ki, bunlar necə yetişiblər. Manual terapiya ilə məşğul olan doktorlarımız yəqin ki, kifayət qədər var. Bəli. Bəs onların arasında özünüzə belə deyək ki, rəqib görürsünüzmü? Rəqib yox, kolleqalar görürəm, yəni kolleqalarımız var, təbii ki, biz əl-ələ verib çalışırıq, insanların xidmətində birlikdə belə dayanırıq. Xoş mənada rəqib deyərdim ki, adamlarda bir yenilik olanda mən sevinirəm ki, məsələn, bir kolleqamız bu addım atıb, bu xəstəliklər üzərində məsələn də nəsə bir yeniliklər edib. Yəni rəqib bu anlamda görürəm. Nə vaxtdan bizim həyatımıza manual terapiya daxil olub? Manual terapiya əslində köhnə loğmanlar da məşğul olublar. Əvvəllər sınıqçılar deyirdilər, xatırlayırsınızsa. Yəni bu çox uzun illərdən bəri, insan deyərdim ki, elə olandan bəri var bu sistem. Oxuduğum ədəbiyyatlara görə yaşı 2500 il, 3000 ilə qədər gəlib çıxır. Yəni bizim eradan əvvələ gəlib çıxır, hə. Amma son 50 ildə, 60 ildə bütün dünyada məşhurlaşmağa başladı. Azərbaycanda isə deyərdim ki, sərhədlər açılandan sonra, yəni bir 30 ildir, 25 ildir bu sahə yavaş-yavaş proqressivləşdi və inkişaf eləməyə başladı. Doktor, siz Tibb Universitetində başqa bir fakültəni bitirmisiniz, elə deyilmi? Əsl ixtisasım nevrologiyadır. Aha. Azərbaycan Tibb Universitetinin müalicə işi deməli fakültəsini bitirmişəm. İxtisas nevrologiyadır. Bizdə manual terapiya zaten ixtisas olaraq tanınmır. Zaten bir çox dünya ölkələrində tanınmır bu. Çünki bəzi ölkələrdə sadəcə universitetlər var, ancaq osteopat, manual terapevt, nə bilim, müxtəlif adlar var da, oxşar ixtisaslarda elə yetişdirirlər. Tibb universitetini bitirmədən. Amma bizdə hələ ki o məktəb yoxdur, yəni. Bunun səbəbi nədir? Niyə yoxdur? Yaxşı mütəxəssislər yoxdur. Yəqin gələcəkdə Azərbaycan Tibb Universitetində də bu sahə üzrə bir fakültə yaranar ya kafedra yaranar. Əslində çox maraqlı ixtisasdır. Deyərdim ki, bir çox gələcəkdə baş verə biləcək xroniki proseslərin qabağını almaq üçün manual terapiya, yəni reabilitasiyanın içərisində istifadə olunursa çox effektiv olur. Doktor, amma bizdə ölkəmizdə manual terapiya diqqət və maraq çox azdır. Siz hesab edirsiniz ki, bu yeni, yəni gənc bir sahə olduğu üçün belədir? Bu sahə biraz da eşq məsələsidir.
Yəni içində bir sevdə olmalıdır, bir eşq olmalıdır ki, və əl bacarığı olmalıdır. Manual terapiya ilə terapevtdən deyən çox insanlar var. Ümumiyyətlə tibbi təhsilləri yoxdur onların. Hal-hazırda onlar fəaliyyət göstərirlər. Hiss eləməlisiniz siz bədənin, sümüyün, əzələnin, fasciyanın pozisiyasını, anatomiyanı bilməlisiniz, fiziologiyanı bilməlisiniz, başa düşməlisiniz ki, sinirlər hardan çıxır, hardan gedir. Bir ağrı burada ola bilər, amma problem başqa yerdən qaynaqlanır. Bəzən məndə olur pasiyentlər deyir ki, məsələn, belim ağrıyır, siz niyə mənim yuxarı hissəmə baxırsınız? Deyirəm, çünki sizin belinizin bu hissəsi innervasiya sinir yuxarıdan gəlir, o çıxışda sıxılıb. Ona görə o birinci oranı açmaq lazımdır. Daha çox uşaqlarda bu xəstəlik var, skolyoz xəstəliyi, kifoz xəstəliyi, valquz. Amma son dövrdə isə buna daha çox mən elə gəlir ki, tələbat var. Çünki hara baxırsan müalicəvi gimnastik axtarırlar. Yəni bax bunun səbəbi nə ola bilər? Yəni bəzən valideynlər deyir ki, ağır çantalar daşımaqdandır. Amma baxırıq ki, telefona olan bağlılığından, uşaqlar durmadan əyri otururlar. Bunun səbəbi, əsas səbəbi olduğu uşaqların urbanizasiyası. Uşaqların, yəni insanların urbanizasiyası, inkişaf edən orqanizm, boy atan orqanizm mütləq şəkildə hərəkətdə olmalıdır. Bizi xatırlayıram da, uşaq vaxtı evə yığmaq çətin olurdu. Yəqin elə sizdə də eyni şey olur. Küçədə oynayardıq, hoppanardıq, qızların özlərinə uyğun oyunları vardı, oğlanların ayrı oyunları vardı. Bu gün isə uşaqlar evdə otururlar. Bir dəfə sosial şəbəkələrdə bir maraqlı bir sorğu aparılmışdı. Bir stulun üzərinə insan üçün zərərli olan vərdişlərdən düzmüşdülər və ardıcıllıq soruşurdular ki, bunlardan hansı daha çox zərərlidir. Müvafiq olaraq orada nə siqaret var idi, alkoqol vardı və s. Hamı bu bir neçə stulun üzərində olan maddə barəsində sıralayırdılar. Sonra hamısını olan yığışdırırlar, stulu göstərirlər ki, stul daha təhlükəlidir. Əyləşməyimiz. Xüsusən uşaqlarda çox oturma olmamalıdır. Uşaq daimi olaraq hərəkət eləməlidir. Çünki bədənimizdə bir drenaj sistemi var. Və bu drenaj sistemin həmin əzələlərlə işləyir. Əzələlərin arasındadır o sistem. Əzələ işləmədikcə həmin o drenaj sistemində ləngimələr baş verir və o ləngimələrdən sonra başlayır bədəndə deformasiyalar. Əzələ öz quruluşunu itirməyə başlayır. Budur, əsas səbəb budur. İkinci məsələ təbiətdən olan kontaktın az olmasıdır. Çünki insanoğlu dörd divar üçün yaradılmayıb. Biz təbiətdə olmalıyıq. Və üçüncü məsələ qidalanma. Qidalanma məsələsi çox önəmlidir. Gəldik, çıxdıq ən vacib məsələyə qidalanma. Doktor, manuel terapiya nəyi sağaldır? Məsələn, bədənimizdə hansı xəstəliyin müalicəsi üçündür? Çünki biz indi hal-hazırda sosial şəbəkələrdə görürük, xüsusilə o xırçıldılma səsi var ki, qulunc sındırma, indi el arasında qulunc deyirlər. Bu bizim qulağımıza xoş gəlir. İnsanlarda bir müəyyən bir neçə dəqiqəlik də olsa dinclik ya da rahatlıq tapırlar. Amma bəzi mütəxəssislər də deyirlər ki, bu təhlükəlidir. Yəni, peşəkar olmayan doktorlara, həkimlərə özünüzü etibar etməyin. Əslində o manual terapiyanın manipulyasiyası adlanır. Bu hərəkəti hamı eləmək olmaz. Kimləri olmaz? Bəs hamı deyirik, kimləri olmaz? Burada biraz mən istəyirəm biraz geniş izahat verim. Əlbəttə, çox yaxşı olar. Bunun konkret əks göstərişləri var və nisbi əks göstərişləri var. Bir də məsələyə yanaşma var, professional yanaşma var. Deyəlim ki, sizin boynunuz ağrıyır, siz mənim yanıma gəldiniz, mən sizin boynunuzu manipulyasiya elədim, həmin o xırt-xırt səsini aldıq, rahatlandım, getdim. Bir həftə sonra, 3 gün sonra eyni proses başlayacaq geri, sizin o müvəqqəti əldə elədiyiniz o rahatlıq itib gedəcək. Dinclik bəli. Niyə? Çünki bizim sümükləri bir-birindən uzaq məsafədə saxlayan yumşaq, hərəkətli strukturlarımız var. Bunlar əzələlərdir, fasciyalardır və s. Əgər əzələ, fasciya quruluşunda anorma varsa, yəni normadan kənarlıq varsa, istəyirsiniz 100 dəfə o manipulyasiyanı eləyəsiniz, nəticə olmayacaq. Ona görə bəzən mənə gəlirlər pasiyentlər ki, biz istəyirik sadəcə manipulyasiya eləsiniz. Deyirəm, yox, mən eləmirəm. Mən eləmirəm. Siz şikayətiniz varsa, mən həkim kimi müraciət edəcəksiniz, mən baxacağam, görüm sizin probleminiz hardan qaynaqlanır, problem tapılacaq və onun kökündən başlanılacaq müalicə olunmağa. Yəni bir boyun ağrısı olan pasiyentin təsəvvürünü siz səbəbi ola bilər ki, məsələn, qolun altında olan hər hansı bir əzələ var, o əzələnin qısalığı baş verə bilər və kürək sümüklərinin deformasiyası ola bilər və bu stabilliyi poza bilər, boyuna gedən əzələlər
ona uyğunlaşa bilər məcburi şəkildə. Sizin boyunu manipulyasiya eləməyi istəyirsiniz, gündə 10 dəfə eləyin, xeyir olmayacaq. Olmayacaq. Seansa gəlməmişdən öncə MRT-dən keçmək, yoxsa siz özünüz manual terapiya eləyərək əlinizlə yoxlayaraq, yəni bunu daha yaxşı olar ki, pasient birbaşa həkimin özünə müraciət eləsin. Yəni mənə bizə müraciət edə bilərlər. Amma bəzən olur ki, məsələn başqa həkim kolleqalardan yönləndirirlər, deyəlim ki, onların artıq MRT-lər, rentgenləri olur. Bəzən lazımi yer çəkilmir. Deyəlim ki, problem məsələn tutalım ki, beldədir, ağrısı beldədir pasientin, amma eyni zamanda ayaqları da lazımdır. Məsələn deyirəm bunu. Ona görə yaxşı olar ki, birbaşa pasientlər özləri müraciət eləsinlər. Tural doktor, yoqların 2500 il bundan öncə maraqlı bir fikri var. Deyir ki, bütün bədəndə problemləri axtarırsan, heç nə tapmasan, mütləq onurğanı yoxlatdırmaq lazımdır. Və mən də bildiyimə görə sizin bir dostunuz var, adı da Johnny'dir. Bəli. Onu hər zaman verilişlərə özünüzlə götürürsünüz. Bugün gətirməmisiniz? Gətirmişəm. Onda zəhmət olmasa, onun üzərində bizə Johnny'mizi də dəvət edək. Bu Johnny'dir. Bəli, bu Johnny'dir. Yeri gəlmişəm, Johnny tapana qədər bir xeyli yorulmuşam mən. Aha, yox idi, tapa bilmədim. Yox idi. Belə bir fikirləşdim ki, nəyin üzərində göstərim, insanlara maraqlı olsun, həm videolarda rahat düşsün, ki, çox böyük olmasın. Sonra Johnny-ni tapdım. Biz biomexanikiyik, bunu nəzərə alıq və 6 ayda bir dəfə, ildə bir dəfə mütləq şəkildə reabilitasiyayla məşğul olan həkimə getmək lazımdır. Mütləqdir. Gözləməyək ki, biz ağrımız yaransın, sonra biz həkimə gedək. Onsuz da o proseslər xırda-xırda gedir bədəndə. Xüsusən də indiki həyatımızda oturaq həyata daha çox meyillilik, daha çox statik həyatımız var. İstənilən insan, yetişkin insan yavaş-yavaş ağrıyacaq. Ya boynu ağrıyacaq, ya kürək ağrıyacaq, ya bel ağrıyacaq. Yaxşı olar ki, vaxtaşırı bu gedilsin və profilaktik olaraq yerini dəyişmiş hissələr, deformasiya olmuş hissələr normaya qaytarılsın. Doktor, bədənimizdə hansı siqnal bizə təhlükəli bir xəstəliyin xəbərçisi ola bilər, xüsusilə onurğa ilə bağlı? Şiddətli ağrı və davamlı ağrı və şiddətli davamlı ağrı və hərəkət məhdudiyyəti. Doktor, baxın, hal-hazırda bax sizinlə əyləşmişəm, amma məni bax buram dəhşətli dərəcədə ağrıyır. Və çox vaxtı bax mənim burama, yəni çox pis ağrılar verir. Bu nədən ola bilər? Bilirəm ki, mənim skoliozum var. Və çox vaxt deyirlər ki, həkimlər, skolioz varsa bu baş ağrılarda olmağı normaldır. Əslində ağrı norma deyil. Ağrı varsa, demək ki, normadan kənardadır. Təəssüf ki, bədəni formalaşmış skoliozu olan pasientlər ömürlərinin sonuna qədər mütəmadi müalicə almalıdırlar. Almıram bu arada, heç nə eləmirəm. Ya müalicə almalıdırlar, ya da daimi olaraq aerobik hərəkətlərlə məşğul olmalıdırlar. Pilates, yoga. Bunlar da ola bilər, amma aerobik deyəndə biz havada qolumuzu, əlimizi hərəkət elətdirməyi nəzərdə tuturam. Yəni siz özünüz heç yerə getmədən evinizdə. İdman hərəkətləri. Bəli, belə deyim. Orada olan ağrının səbəbi oradan da qaynaqlana bilər, oradan da qaynaqlana bilər. Kürək sümüyünün yerində olmamağından, yəni yerində dediyim lokasiyasını biraz dəyişir, yerini dəyişir və bu hissəni innervasiya edən sinir var. Məsələn, buradan ayrılır o, gəlir aşağıya doğru. Onun innervasiyasının pozulmasından da ola bilər. Mən ən səhv elədiyim bir şey, mənə elə gəlir, Səidə xanım, siz də razılaşırsınız, biz xanımlar masaja getməyi çox sevirik. Masaj olar, yoxsa olmaz? Bunlar sağlamlığın qayğısına qalmaq, qulluq eləmək statusuna aiddir. Bunlar müalicə deyillər. Müalicə deyil. Yaxşı. Birinci bunu ayıraq. Masaj çox olmaz. Nə mənada çox olmaz? Əgər sizin ağrınız varsa, siz masaja getdiniz. O daha da şiddətlənir. Bir müddət ağrı keçdi, yenə yarandı. Deməli artıq burada problem masajda deyil. Artıq struktural bir dəyişiklik baş verib. O struktural dəyişikliyi masajla geri qaytarmaq çox çətindir. Doktor, bax, mənim hal-hazırda skoliozum var və məsələn gedirəm müalicəvi gimnastikaya. Müalicəvi gimnastikadan bir 3 ay məşğul olandan sonra deyirlər yaxşıdır, davam edə bilərsən. Amma zaman keçir, bu yenidən qayıdır. Bax, bunu qayıtmamaq üçün nə etməliyəm? Hətta bəzən əməliyyat da eləyirlər. Yəni o dərəcəyə nə vaxt çatır o xəstəlik? Davamlı olaraq siz idman hərəkətləri ilə məşğul olmalısınız evdə. Əzəllərin balanslı şəkildə saxlamalısınız, simmetrikləşməsi üçün xüsusi idman hərəkətləri var. Onları eləməlisiniz. Və skoliozu olan pasient dırnaq içində bir bəla ilə
yaşadığını unutmamalıdır ki, bu əməliyyata girib çıxmasın. Əgər skalyozda istənilən yaş dövründə artma baş verirsə, mütləq artıq müalicə lazımdır. Çünki skalyozu formalaşdıran sağ-sol bədən kütləsi təşkil edən əzəllər var. Həmin əzəllərin balansının pozulmasıdır. Yəni bir tərəfə doğru tonus yüksəlməyə başlayır və onurğa əyilir. Əslində bunun tərifi düzgün verilməyib. Yəni ta əvvəldən düzgün verilməyib. Skalyoz onurğa əyirliyi deyirlər, amma deyil o. Sadəcə olaraq müayinədə sən yalnız rentgenlə, MRT ilə onu pasientə göstərib başa sala bilirsən ki, sizin onurğanız əyilib. Amma səbəb bu deyil. Səbəbi bədənin balansının pozulmasıdır. Və o balans pozulmasına pasient çox vaxt hiss eləmir, onu həkim hiss edir. Bəlkə də zamanında müraciət olunsa, heç o əməliyyata gedən pasientlər gedib o stadiyaya, o etapa çıxmazlar. Və bugün bizim tətbiq etdiyimiz xüsusi iynə metodikası var ki, o əzəllərin içərisində yaranmış patoloji birləşmələri həmin o iynə ilə biz açırıq. Ona əllə heç cür təsir eləmək olmur. Manual terapiya qüvvətsizdir orada. Fizioterapiya da yardımçı kimi istifadə olunur, amma əsas bizim necə deyirlər, istifadə etdiyimiz silah iynələrdir. Verilişimizin baş sponsoru Kraton Klinikasıdır. Reklamlardan sonra Tural doktorun çox maraqlı açıqlamaları olacaq. Diqqətiniz bizdə olsun. Kraton Klinik sağlamlığımızın qeydinə qalır. Klinikada qadın və kişi sağlamlığı, gastroenterologiya, hepatologiya, kosmetologiya, həmçinin estetik cərrahiyyə fəaliyyət göstərir. Tibb müəssisəsində uşaq sağlamlığı mərkəzləri, eləcə də fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də var. Yüksək peşəkar mütəxəssislər, endokrinoloq, diyetoloq, kardioloq, terapevt, infeksionist, dermatoloq, ginekoloq, uroloq, androloq və digər poliklinika ixtisasında tibbi xidmətlər aparılır. Cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaferez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətləri mövcuddur. Xəstələrimiz əmin ola bilər ki, estetik cərrahiyyə, estetik ginekologiya və andrologiyada istifadə olunan son model cihazlar da məhz Kraton Klinikasındadır. Kraton Klinik, sağlamlığınız uğur hekayəmizdir. Doktor, mən sizin danışıqlarınızdan belə qənaətə gətirirəm ki, skalyozun müalicəsi yoxdur. Var. Və o var. Müalicəsi var, bəli, əlbəttə. Tamamilə bu xəstəlikdən qurtulmaq olar. Baxın, bu bir nəyə bənzəyir? Ya da ki, biz bunu yaşamağı öyrənməliyik. Bu dəyişkən hava var ha. Dəyişkən havaya bənzəyir bu xəstəlik. Anladım. Buna uyğun daimi olaraq hava necə dəyişir? Geyimimiz olmalıdır. Bildiniz nə demək istədim? Yəni həkim nəzarətində olmalısınız, idmanları eləməlisiniz. Daim hərəkətdə olmalıyıq. Bəli. Müəyyən idmanlar var ki, onları həm gündüzlər, səhərlər eləməlisiniz, həm axşam yatmamışdan öncə eləməlisiniz. Çünki səhər-səhər yaranmış problem durğunluqla əlaqədar olur. Axşam yorğunluqla əlaqədar olur. Doktor, yenə onurğaya qayıdacağam. Onurğada baş verən yırtıqlarla bağlı. Çox zaman həkimlər deyirdilər ki, mütləq şəkildə əməliyyat olunmalıdır. Əməliyyatsız bu keçməz, amma siz son illər göstərdiniz ki, əməliyyatsız da bu problemi aradan qaldırmaq olar. Çünki bütün əməliyyatlar risk daşıyır, təhlükəlidir, amma bu xəstəliyi, bu problemi aradan qaldıra bilirsiniz. Ümumiyyətlə disk yırtıqları onurğanın yüklənməsindən yaranır. Bir diskə düşən yükün miqdarı artır. Yavaş-yavaş diski şişirtməyə başlayır. Biz burada əsas dekompressiya aparırıq, yəni o kompressiyanı azaldırıq. Sonra əzələlərdə baş vermiş iltihaplanma prosesləri var. Çanağın, xüsusən çanaq əzəllərinin restruksiyası var. Yəni bunları aparırıq və insanlara deyirik ki, siz gedin artıq idmanlarınızı eləyin. Ömrünüzün sonuna qədər eləyəcəksiniz ki, hamı eləməlidir onu. Ki, sağlam qalasınız, fit qalasınız və problem həllini tapır. Təsadüf hallarda biz əməliyyata insanları yönləndiririk. Bəzən olur ki, insanlar özləri biraz müalicənin uzun çəkməyindən yorulurlar, ona görə əməliyyat qərarı verirlər. Amma onu deyim ki, əməliyyatdan sonra da təkrar reabilitasiyalar lazım olmalıdır mütləq şəkildə. Çünki əməliyyat bədənə, anatomiyaya bir müdaxilədir və residiv vermə riskini gözə alsınlar. Yəni getdim, əməliyyat olundum, bitdim deyə bir şey yoxdur. Mən ikincili, üçüncülü
eyni yerlərdən və ya başqa yerlərdən çıxmış yırtıqları biz görürük artıq. Doktor, siz deyirsiniz ki, bütün insanlar idman eləməlidir mütləq şəkildə. Amma idmanda bəzən ağır daşlar qaldırmalı oluruq. Əzəllərimiz çox Sözü kəsirəm. Bəli. Bu idman deyil. Mənim nəzərdə tutduğum idman bu deyil. Sizin nəzərdə tutduğunuz idman hansıdır? Yoga, nə bilim. Yüksüz hərəkətdən söhbət gedir. Biz gedib ağır yük qaldıranda biz əzələmizi, oynağımızı yükə salırıq. Onu vaxtından erkən qocaldırıq. Loro ilə başa salıram. Bizim qolumuz 100.000 dəfə açılıb bükülməyə hesablanıb anadan olandan ölənə qədər. Biz o 100.000 dəfənin məsələn 10.000 dəfəsini, 20.000 dəfəsini zalda itiririk. Ona görə professional idmanla məşğul olanlar ki, mən də vaxtında məşğul olmuşam, mütləq şəkildə problemləri var. Doktor, bəs hal-hazırda özünüz idmanla məşğulsunuz? Mən aerobik hərəkətlərlə eləyirəm. Əsas məsləhət gördüyüm də budur. Xüsusən səhərlər və bir də axşamüstülər. Neçə dəqiqə? 15-20 dəqiqə bəs eləyir hərəsində. Bəs yürüyüş eləyirsinizmi? Həyatınız aktivdirmi? Həftə sonları, işimə görə həftə sonları gedirəm. Məqsəd yürüyüş olmur, təbiətlə kontakt olur. Onun içində yürüyüş də olur. Doktor, mən belə başa düşdüm ki, biz nə qədər hərəkətdə olsaq, bizim onurğamız, bizim bədənimiz o qədər yaxşı işləyəcək. Bəli. Məsələn, köhnə dövrlərə baxanda bizim nə bilim babalarımız at üstündə çapırdılar, analarımız bütün günü işlə məşğul idilər, ağır işlərlə məşğul idi və onda bu skolioz, fiziki aktivlik var idi. Fiziki aktivlik var idi. Necə düşünürsüz? Və ondandırmı yəni hal-hazırda bu qədər xəstəliklərin artmağı, bu rahat həyat şəraiti, deyilmi bizə həkimlərə aparan, yəni belə deyək. Əslində tamamilə doğrudur. Hətta əvvəllər televizora baxanda biz durub çevirirdik kanalı, amma indi hər bir şərait yarandığına görə, yəni bədənimizi izafi biz əziyyətə salmırıq. Əslində komfortumuza düşkünük insanoğlu. Nə qədər komforta düşkün olursan, o qədər çox xəstələnməyə meylli olursan. Xatırlayırsınızsa Sovet dövründə 45 dəqiqəlik dərs vaxtında 15 dəqiqədən bir qaldırardılar bizi. Səhər idmanından əlavə. Bəli. Mən hələ hirslənirdim ki, bu məsələ elədiyimiz yerdə məsələn riyaziyyat dərsidir də, bu bizi niyə qaldırırsa ya? İndi başa düşürəm ki, adamlar onu bizim limfa drenaj sistemimizi aktivləşdirmək üçün eləyirmişlər. Hər 15 dəqiqədən bir qaldırardılar və bir də idman eləyərdik, nə bilim, əl qolu açardıq, oturardıq, durardıq. Oturma şəklimizə də müəllimlərimiz çox müdaxilə edirdi. Mən indi başa düşürəm ki, əslində o yorğunluq bizim onurğamıza bir tənbəllik öyrədirik. Sonra onu məcbur edirik ki, o tənbəllikdən çıxsın və o tənbəllikdən də çıxmadığı üçün başlayır ağrı verməyə. Doktor, sizdən məsləhət almaq istəyirik. Baxın. Əzəllərimiz üçün, sümüklərimiz üçün, onurğamız üçün faydalı olan nədir? Bəlli bir yaşdan sonra artıq daha diqqətli olmalıyıq. Çünki yaş ötdükcə onurğamız da ağrıyır, əzəllərimiz də ağrıyır, sümüklərimiz də ağrıyır. Nə edək ki, həm ağrımız olmasın, həm də ki, biraz cavan qalaq. Birinci məsələ, stressdən uzaq olmalısınız. Mümkün olmayan bir şey. Əsas məsələ budur. İkincisi, təbiətlə kontaktı çoxaltmalısınız. Təbiətlə. Yəni işlənməmiş təbiətlə. Binanın arasında parkda gəzməyi necə tutmuram. Gedin rayona məsələn. Rayona gedin, nə bilim, bir dağa çıxın, gölə çıxın, səhraya çıxın. Yəni təbiətlə iç-içə olaq. Təbiətlə iç-içə olanda gəzəndə xüsusilə ayaqyalın gəzməyə məsləhət görürəm. Torpaqla təmasda olmalıdır. İnsanın gün ərzində mənfi enerjisini torpaq boşaldır. Hətta imkanınız varsa bunu binanızın, nə bilim, həyətinizin içində bunu eləyin. Bol oksigenli olan yerlərdə olun. Əgər ofisdə çalışırsınızsa, vaxtaşırı çölə çıxın, təmiz hava almağa çalışın. Havalandırma sistemində işlənmiş hava gəlir insana. O yaxşı bir hava deyil. Qidalanmamıza fikir vermək lazımdır. Qidalanmamıza gəlmişkən əvvəllər deyirdilər ki, inək südü için, at südü için. İndi isə bəzi insanlar var ki, onlar üçün süd bir balaca narahatlıq yaradır, köp yaradır ya da. Yetişkin insana süd məsləhət görülmür. Səbəb? Çiy süddən söhbət gedir. Onun məhsullarını amma istifadə eləmək lazımdır. Qatıqdır, pendirdir, kəsmikdir, yəni yağdır, süddən alınan istənilən məhsulu qida rasionuna sala bilərsiniz. Südlü kofe, məsələn, mən gün ərzində mütləq 2 kofe içməliyəm. Məsləhət deyil. Məsləhət deyil. Hətta deyirlər ki, sümüyü də yeyir, belə bir şey. Qanda turşuluğu artırır. Əsas məsələ odur ki, qanda turşuluğu artırılır və bütün bədənin əzələ sisteminin normal o pH deyirik də, biz neytrallığı olmalıdır onu pozur. Bəs əvəzində yenə də mən həmin sualıma qayıdacağam. Süd əvəzinə nə içməliyik? Süd əvəzinə su.
Su. Bütün Su içməlisiniz. bütün dərdlərin dərmanı sudur. Su içməlisiniz. Yaxşı olar ki, suyu yerdən çıxan kimi içəsiz. Yəni bulaqlardan getməliyik. Bulaqlardan çünki qalan su günəşin təsirindən müəyyən qədər öz tərkibini, keyfiyyətini dəyişir. İtirir deməzdim, dəyişir. O orijinallığı olmur. Su sizin evinizə gələnə qədər yolda kimin söhbətini eşidib, ora mənfi yüklənib, yüklənməyib. Bunlar hamısı. Doktor, siz buna inanırsınız? Əlbəttə inanıram. Enerji. Bəs daşlarda olan enerjiyə inanırsınız? Biraz öncə torpağı dediniz. Artıq yoqada ayağı torpağa basmaq vacibdir, şərtdir ki, torpaqla təmasda olasınız və orada belə bir şey də deyirdilər ki, suyun yaddaşı var, torpağın yaddaşı var, daşın yaddaşı var. Biraz yəni düşünməyin ki, daşdır da, sudur. Paltarımızın da yaddaşı var. Ona görə deyirlər də öz paltarını heç kəsə vermə, çünki sənin enerjin. Bəli. Hətta paltarlarınızı deyir, çıxarandan sonra onları səliqəli şəkildə yerləşdirin. Səliqəli, küsür. O sizin enerjinizi, onları darmadağın eləyəndə səpəndə hər bir tərəfə. Həmin günü sizin enerjinizi artıq sabaha o cür hazırlayır o paltarlar. Ona görə həyatda başarılı adamlar mütləq həyatına baxanda onların hamısının həyatında disiplin var. Və bu disiplin səhər tezdən gözü açmaqla başlayır. Doktor, sizə müraciət edən pasiyentlərin bax hansı bir problemlə müraciət edib, onun sağalması nə qədər müddət alır? Bu maraqlı sualdır. Bu kimdən asılı sizdə, yoxsa pasiyentlər? Bu sualları mənə çox verirlər. Əslində Azərbaycanda yanlış formalaşmış bir tendensiya var. Nədənsə hamı 10 günə sağalır. Bilmirəm niyə. Pasiyentlərin özünə nə sual verirəm? Deyir, yəqin 10 gün gələcəm də, 10 gün bitəcək, kurs müalicəm bitdi. Deyirəm, yaxşı. Biz bu müalicədə nə istəyirik? Mənim yanıma niyə gəlmisiniz? Siz quş qoymaq istəyirsiniz ki, mən getdim, kurs müalicə aldım, yoxsa siz sağalmaq istəyirsiniz? Sağalmaq istəyirsinizsə, biz bu prosesi sonuna qədər qovacağıq. Yəni, mən oranı normaya salacam, anatomiyanı tam bərpa eləyəcəm, verəcəm özünüzə, gedəcəksiniz, idmanlarınızı eləyəcəksiniz, qayğısına qalacaqsınız. Yox, bu növbəti şeydirsə, Sovet vaxtında var idi, sanatoriyalara gedirdilər, 10 günlük, 15 günlük. Onlardan biridirsə, mən hazıram, gəlin, bir kursda mən eləyim sizə. Amma nə qədər, yəni ən uzun nə qədər olur? Proses nə qədər çox bədəndə uzun müddətlidirsə, o qədər çox müalicə tələb edir. Yəni 70 yaşında yaxud 60 yaşında 20 illik bir ağrısı pasiyent gəlir, bunu 10 günə sağaltmaq mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Heç bir ay da mümkün deyil. Ən az 3 ay. Yox. Bəzən çəkir. Bəzən mən 2 il gələn pasiyentim olub. 2 il, amma 35 illik bir migren pasiyentim olub, 35 ildən sonra o migreni kəsmişəm mən. Kəsilir. Bəli. Gözəl. 2 il hər gün gəlmir yanımıza. Təbii ki, pasiyentlər ilk dəfə deyəcək, 2 il adam müalicəyə gedə bilər. Yox, elə olmur. Fasilələrlə olur. Yəni vaxtaşırı sıxlaşdırırıq, vaxtaşırı uzaqlaşdırırıq. Ümumiyyətlə ağrı ilə mübarizə bir təqib istəyir. Əgər bu ağrı xroniki ağrıdırsa, artıq bədəndə özünə bir pis quruluş əldə edərək yer etmiş bir ağrıdan söhbət gedir. O qədər mürəkkəb bir proses baş verir ki, yəni sinir buradan sıxılır, informasiyanı buradan verir, amma bədənin yuxarı hissəsində bir bölgədə bir burulma var, bir rotasiya var. Onu geri qaytarmaq lazımdır. Deyirlər ki, miqren ağrısı heç vaxt keçmir, müalicə olunmur və bu səninlə dostdur, ömrünün sonuna qədər çəkir. Yox, deməzdim. Miqren və bunun kimi cervikagen baş ağrısı var, klaster baş ağrısı var, kümə tipli və s. Bunlar hamısı sağalan ağrılardılar. Yetər ki, pasiyent özü qərar versin ki, mən bu ağrıdan canımı bitirəcəm, qutaracam yəni bununla. Uzun müddətli bir yol olur, çox vaxtı uzun müddətli gələn ağrı, ona görə sağalır. Sağalır, əlbəttə sağalır. Doktor, bəzən biz daha asan yolu axtarırıq və tapırıq. Məsələn, başım ağrıyırsa, mən dərmanı atıram, bitdi. Və bir müddət keçir, yenidən mən hansı dərmanı atıram və əslində mən bunun səbəbini axtarmıram. Ümumiyyətlə, xroniki ağrılar zamanı uzun müddətli dərman qəbul eləmək yol verilməzdir. Bir müddət atacaqsınız bir dərmanı, artıq sonra bədən o dərmanı tanıyır, ona reaksiya vermir, sonra başqa bir dərmana keçirsiniz, və bu minvalla siz bədəninizi lazımsız
dərmanlarla yüklüyürsüz. Eyni zamanda da zəhərləyirik. Bəli, zəhərləyirsiniz. Mədəmizdə Yəni xarab dərmanın edici həmişə olur. bir yerə xeyri varsa, başqa yerə mütləq şəkildə zərəri var. Əgər bədəninizdə olan bu şikayətin, xəstəliyin dərmansız müalicəsi varsa, daha çox ona üstünlük vermək haqqında deyərdim ki, düşünsünlər. Xalq təbabətinə yenə qayıdacağam. Hər zaman bizim böyüklərimiz deyirdilər ki, xaş yemək, kəllə-paça yemək sümüklərə və xüsusilə əzəllərə faydalıdır. Və son zamanlarda görürük ki, istər Azərbaycanda olsun, istər dünyada məşhurların çoxu məhz kollagen əldə etmək üçün təbii, məsələn, sümüklərdən qaynadırlar və onların suyundan istifadə edirlər. Təbabat demişkən, bu Johnny bu axşam. Bəli. Johnny işimiz bitdi. Johnny də yola salırıq beləcə. Ümumiyyətlə qidalanma məsələsində insanoğlu hər tərəfli qidalanmalıdır. Xaş da onun içərisində. Amma mən xaş yedim, mənim kollagenim artdı, bu mifdir. Mifdir. Mifdir, bəli, mifdir. Başqa hansı miflər var ki, siz bunu eşidəndə gülürsüz? Yəni bir həkim olaraq sizi güldürür. Çox şeylər olub, belə pasientlərdən olub, ən çox xüsusən bu rayon cəmaəti olur. Tut yarpağından olub ki, bir dəfə tut yarpağı ilə yandırmışdılar ağrını qurtarmaq üçün, amma o da dərini bütün yandırmışdı. Vay. Sonra əslində amma xalq təbabətinin bir qismində mən özüm də istifadə edirəm. İstifadə edirsiniz. Məsələn, nədən? Məsələn, quzu quyruğundan istifadə edirəm. Quzu quyruğu oynaq ətrafı, façaları yaxşı yumşaldır, bağları yaxşı yumşaldır. Yemək yoxsa? Yox. Yerli tətbiq etmədən söhbət gedir. Sonra istifadə edirəm baldan, məsələn, bəzən məsləhət görürəm pasientlərə. Müəyyən problemlər var ki, orada bal çox yaxşı təsirli və bunlar sınanmış metodlardır. Müalicəmə necə deyirlər, gözünə qatıram bunu. Bəli. Yaxşı da nəticə verir. Amma bəziləri var ki, həqiqətən də mifdir. Çalışırıq ki, biz pasientlərə daha diqqətli, daha xüsusi yanaşaq. Bəli. Doktor, komandanızı özünüz yetişdirirsiniz? Yəni komanda neçə nəfərdən ibarətdir? Təəssüf ki, özüm yetişdirmişəm. Özünüz yetişdirmisiniz. Neçə nəfərdir və onlar harda təhsil alıblar? 5 nəfər məndən başqa digər əməkdaşlar var. Tip personaldır, kiçik tip personaldır, orta tip personaldır, belə deyim. Onların həkim yoxdur, ali tip təhsillisi yoxdur bizim aramızda. İnsanın boyu neçə yaşından sonra uzanmır və hansı hərəkətləri etsək qamətimiz düz olar. Get-gedə o əylən çiyinlərimizi dikəldib qamətimizi düzəldə bilərik. Boyatma dövrü adətən 18-25 yaş arasında bitir. Amma o günləri bir videorolik qarşıma çıxıb. Mən ona görə. Afrikada bir qəbilə var. Bunların boyu barmaq üstə atlanır. Bunların boyu 2 metrə yaxındır və bunların boyu artır 30 yaşlarına qədər. Maraqlıdır. Pəncə üzərində cüt hərəkətlə tullanmaqla. Bu da bir yenilikdir bəlkə də. 40 yaşa qədər boyu uzadan həkimlər var və onlar iddia edirlər ki, 40 yaşınıza qədər sizin boyunuzu uzada bilərik. Təbii ki, əməliyyatsız və müəyyən müalicə ilə. Bu realdırmı yoxsa yox? Mən inanmıram buna. Təkəti bir əllir. İnanmıram. Yox, yəni 30 yaşından sonra zaten insanın materialı inkişafı dayanır. 30-40 yaş arasında deyərdim, həmin materialdan istifadə eləyir. 40 yaşdan sonra başlayır material daldala getməyə, yəni boşalmağa, keyfiyyəti zəifləməyə. 30-dan sonraymış. Mən deyirdim 40-dan sonra. Yox, 40-dan sonra başlayır azalmağa. 30-40 arasında eyni materialı saxlayır. Aydındır. Bir də məsləhətim olardı, ofis şəraitində oturaq həyat tərzi keçən insanlar stullarını dəyişsinlər. Necə stul olsun? At yəhəri formasında stullar var. At yəhəri bildiyiniz ortası belə oval formadadır. Elə bir ki, atın belində oturmusunuz. Bax, onda otursalar, onurğalarına yük az düşəcək. Gözəl, çox gözəl məsləhət oldu. Yeni tədris ilimiz gəlir, uşaqlarımız ağır çantaları, o zərif çiyinlərini alacaqlar və bədənlərdə müəyyən ağrılar başlayacaq. Nə məsləhət görürsünüz, nə tövsiyə edirsiniz? Tövsiyə edirəm ki, çantaları dəqiq, uyğun çantalar seçsinlər. Çanta çiyindən arxaya doğru yük kimi sallanmamalıdır. Bunun üçün xüsusi çantalar var. Arxa hissəsində sanki əlavə qoyulmuş dayaq nöqtələri var.
adına ortopedik deyə bilərik, amma o bilmirəm nə cür səslənirsə, ondan istifadə eləsinlər. O çanta yükü onurğaya basmır. Yəni yükü insan üzərində hiss eləmir. Biraz sanki özü də material olaraq möhkəm materialdır, yəni yükü biraz öz üzərinə götürür. Mümkün qədər kitabları məsələn evdə qoya bilərlər, deyəlim ki, parta yoldaşından istifadə edə bilərlər. Partalarda uzun müddət oturmasınlar, ayağa qalxmaq lazımdır. Yəni mütləq 15-20 dəqiqədən bir ayağa qalxıb heç olmasa bir 20-30 saniyəlik bir hərəkət eləmək lazımdır ki, qan dövranı, limfa dövranı sürətlənsin. Və vaxtaşırı uşaqları diqqətli olmaq lazımdır. Uşaqlara diqqət edib müayinə eləmək lazımdır. Xüsusən bu məsələdə yüklər biraz daha çox anaların üzərinə düşür. Az yaşlı övladları çimizdirəndə xüsusən baxıb ən azından onurğasında əyrilik varmı, yoxmu, kürək sümüklərində asimetriya yaranırmı, yaranmırmı, yeriyərkən ayağının birin fərqli atmağı ola bilər və yaxud da çanağın biraz sağa doğru, sola doğru yer dəyişməsini görə bilər. Bunları eləmək məsləhət görərdim ki, nəzarətdə saxlasınlar. Nəzarətdə saxladıqdan da sonra mütləq şəkildə həkimə müraciət edəsən. Yəni daha erkən şübhə varsa, bəli, mütləq müraciət olunmalıdır. Yəni vaxtında aşkar olunmuş dayaq hərəkət sisteminin əyrilikləri deyərim də, bunlar çox yaxşı müalicə olunur, amma bədəninə əydikdən sonra bəzən əməliyyata qədər gedib çıxa bilirlər. Doktor, verilişimizin adı Həkim nə deyir? Bax, sonda siz nə demək istəyirdiniz pasiyentlərə, bizə, tamaşaçılara? Sizi izləyənlərə? Mən demək istəyərdim ki, bu sağlıq sizə verilib, Allah tərəfindən, yaradılan tərəfindən, bunun qayğısına qalmalısınız. Nə qədər çox onu incidəcəksiniz, nə qədər çox onun qayğısına qalmayacaqsınız, yaşlaşan dövrdə o da sizi o qədər incidəcək. Ona görə atalar məsələ var, deyir, cavanlıqda canınızın qədrini bilin. Mütləq şəkildə bədəni qorumaq lazımdır. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Qeyd edeyim ki, verilişimizin baş sponsoru Kraton Klinikasıdır və bugünkü qonağımız Kraton Klinikasının həkimi Tural Məhrəmov idi. Hələlik dostlar, gələn görüşlərədək. Kraton Klinik sağlamlığınızı qeydinə qalır. Klinikada qadın və kişi sağlamlığı, gastroenterologiya, hepatologiya, kosmetologiya, həmçinin estetik cərrahiyyə fəaliyyət göstərir. Tibb müəssisəsində uşaq sağlamlığı mərkəzi, eləcə də fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də var. Yüksək peşəkar mütəxəssislər, endokrinoloq, diyetoloq, kardioloq, terapevt, infeksionist, dermatoloq, ginekoloq, uroloq, androloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətləri mövcuddur. Xəstələrimiz əmin ola bilərlər ki, estetik cərrahiyyə, estetik ginekologiya və andrologiyada istifadə olunan son model cihazlar məhz Kraton Klinikasındandır. Kraton Klinik, sağlamlığınız uğur hekayənizdir.